1960-cı illərdə Azərbaycanın Qarabağ bölgəsində Füzuli rayonunun yaxınlığındakı Azıq kəndində arxeoloq Məmmədəli Hüseynov və onun qrupu diqqət çəkən bir araşdırmaya başladılar. Dağların yamacında yerləşən böyük bir mağara diqqətlərini cəlb etdi. Bu mağara haqqında məlumatlar az idi, lakin yerli sakinlərin qeydləri orada nələrin gizlənə biləcəyi haqqında təsəvvür yaradırdı. Azıq mağarası haqqında daha geniş məlumat almaq üçün gəlin onun tarixi və elmi əhəmiyyətinə daha dərindən baxaq. Qazıntılar başladıkca orada əvvəllər heç kimin təxmin etmədiyi qədim izlər üzə çıxdı. Hüseynovun araşdırmaları nəticəsində Azıq adamı adlandırılan qədim insan çənə sümüyü tapıldı. Tapıntı mağaranın 300-400 min il əvvəllərə aid olduğunu göstərirdi və bu, Azərbaycan ərazisində qədim insanların yaşadığını sübut edir. Bu kəşf Azərbaycan tarixində böyük əhəmiyyət kəsb edir. Belə ki, çənə sümüyü qədim hominidlərə aid olub, Neandertal və Homo sapiens arasında keçid mərhələsindəki insan tiplərinə yaxın sayılır. Bu tapıntı təkcə Azərbaycanda deyil, ümumilikdə Avrasiyada qədim insan məskənləri haqqında elmi araşdırmalara yeni istiqamət vermişdir. Dünya miqyasında 3-cü ən qədim insan qalıqlarının tapıldığı bu mağara həm də Quruçay mədəniyyəti adlandırılan qədim bir mədəniyyətin izlərini daşıyır. Azıq mağarası Avrasiyanın ən qədim insan məskənlərindən biri hesab edilir. Qazıntılar zamanı aşkar edilən heyvan sümükləri burada yaşayan insanların geniş qida mənbələrinə malik olduğunu göstərir. Azıq sakinlərinin maral, dağ keçisi və hətta qədim balıqla qidalandığını göstərən bu tapıntılar mağaranın təkcə yaşayış məkanı deyil, həm də qida emal məkanı olduğunu sübut edir. Bəzi paranormal tədqiqatçılar və mistikaya meyilli insanlar belə qədim mağaraların qəribə strukturları və cazibəsi səbəbindən onları yad planetlilərlə əlaqələndirirlər. Ancaq bu iddialar daha çox fərziyyə xarakterlidir və elm dünyasında mağaradakı qalıqlar və tapıntılar insan fəaliyyətinin izləri kimi qəbul edilir. Bugün Azıq mağarası UNESCO Dünya İrs siyahısına namizəddir və Azərbaycanın qədim tarixini insanlıq irsinə qatdığı dəyəri özündə qoruyur. Azərbaycanın tarixi və mədəni irsini tanıtmaq üçün Azıq mağarası çox önəmli bir simvoldur və bu mağaranın daha geniş tanıdılması ölkəmizin mədəniyyətinə yeni bir dəyər qatacaqdır.